Salam, hər biriniz kanalıma xoş gəlmişsiniz. Bugün qarışıq alışveriş videosuyla gəlmişəm. Və sizcə bunlara nə qədər xərcləmişəm? Alışveriş etdiyim dükanlar Gratis, LC2, Teksim və bir də A101. İndi isə keçirəm aldıqlarıma. İlk öncə bunlardan başlayayım. Belə bir qovrulmuş dozlu yer fıstığı. Daha sonra Dorunun chia toxumu. Qovrulmuş chips fıstığı. 2 böyük boy kreker ve 12 adet Snickers aldım. Belə. İndi isə keçirəm Teksimdən aldıqlarıma. 2 adet Sleepy'nin belə bu lilyon buketi təmizlik üçün salfetlər. Bir də ki bunun qoxusu da çox gözəldir. Daha sonra bir adet belə su şişəsi. Daha sonra bir adet belə hamam dəsmalı. Belə bir naxışı var. Bir adet belə bir örtü. Baxın şəkildəki kimi yaxınlaşdırıb göstərirəm. Və bir adet belə bir qoz fındıq qırmaq üçün alət. Belə bir 5 ədədli böyük ölçüdə mikrofiber bez və 3 ədəd İlbais'dən belə bir təmizlik bezi. İndi isə keçirəm LC2-dən aldıqlarıma. Belə bir pijama dəstə almışam. Belədir, pəmbə rəngdə. Daha belə uzun qolludur, yumuşaqdır, material da çox gözəldir. Və özümə belə bir kurtka almışam. Bunu görən kimi həmən aldım. Çünki çox xoşuma gəldi. Qiyməti də 1200 TL'dən 887 lira 99 kuruşa. Və özümə belə bir şalvar aldım. Və özümə belə bir şalvar aldım. Aşağısı belədir. Və yuxarı hissəsi də belədir. Məndə bunun başqa rəngi var, yayda almışdım. Bunun isə qiyməti demək 899 TL 99 kuruşdan bu qiymətə düşüb 500 liraya aldım. Yəni material da çox gözəldir. Həm də nazikdir. Mən özüm bunu bilərəkdən aldım belə. Və bazardan belə bir abiyanın qollarına belə bir tüllü bəzək almışam. Bunun qiyməti, metrəsinin qiyməti 80 liraya idi. İndi isə keçirəm Gratis'dən aldıqlarıma, qarışıq göstərəcəm. Belə bir üz yuma köpüğü. Daha sonra Garnier'dən belə günlük nəmləndirici gel. Yine L'Oreal Paris'dən nemlendirici gel krem.
L'Oreal Paris'ten. Bu ikincisidir artıq. Belə bir saç yağı, saç kremi daha doğrusu. Daha sonra belə bir saç musu. Bir adet daf sabunu. Bir adet də belə bir sabun, nemlendirici və təmizləyici etki. Bunu ilk dəfə də almışam və ilk dəfədir istifadə edəcəm. Yenə L'Oreal Paris'ten dolğunlaşdırıcı təmizləmə geli. Bir adet Old Spice'ın antiperspirantı. Bir adet Garnier'in yüz maskası. Bu firmanı tanımıram. İlk dəfə də almışam. Siyah nokta bandı. Qara nöqtələr üçün. Belə bir band. Daha sonra belə bir kapsüller almışam. Üz üçündür. Və Sioz'un belə tonlaşdırıcı tonalini almışam. Mən bu tonalini çox sevirəm. Bu artıq üçüncüsüdür. Çox zaman bunu istifadə edirəm. Bir adet özümə diş fırçası. Bir adet belə bir canlandırıcı peeling. Bu da aydınlaştırıcı peeling. İki adet gözaltı üçün belə bir gel. Bir adet Pure belə bir nemlendiricisini almışam. Belə bir aydınlaşdırıcı kil maskesi almışam. Belə. İlk dəfə də bunu almışam. Hər kəs alırdı. Bundan 5-6 ədəd. Mən də 7 ədəd aldım. Belə bir Flormar'ın belə bir lakı. Daha sonra yine her zaman istifadə ettiğim Flormar'dan belə 401 nömrəli qələmi aldım. Qaş üçündür. Yine Diamebeli'den belə bir fondöten aldım. 16 nömrəli. Yine Diamebeli'den bir nömrəli gözaltı konsiler. Bir adet Golden Rose'un maskarasını ve Diamebeli'nin belə makyaj altı bazını aldım. Bir adet 22 milimlik ve bir adet de 10 milimlik aldım. Ve sonda 2 adet belə saç broşu aldım. Ben almıştım. Bunun başka cürəsini axtarırdım ve biraz ona benzerini tapdım. Aldıklarım bu kadar. Videomu sona kadar izlediğiniz için her birinize teşekkür ederim. Videomu beğendinizsə yaxınlarınızla bölüşməyi, kanalıma abone olup videomu beğenip şərh bölməsində şərhlərinizi yazmağı unutmayın. Hələlik.